Salam, hoş gördük. Mən Aynur İsmayılovum. Yaşam koçuyam, kimya və biologiya müəllimiyəm, hipnoz tətbiqatçısıyam, Reiki masteram, şəxsi inkişaf təlimçisiyəm və xanımlar üçün onlayn psixoloji marafonların təşkilatçısıyam. Bu marafonların hər bir fərqli mövzularda olur və xanımların da şəxsi inkişafına xidmət edir. Bugün isə mən sizin üçün fərqli bir formatda kurs təlim marafon hazırlamağa qərar verdim. İstəyirəm ki, bu təlimi ehtiyacı olan, öz həyatını yaxşılaşdırmaq istəyən hər kəs alsın və daha yaxşı halına gəlsin. Mənim sizə təqdim etdiyim bu təlim, bu kurs sağlam sərhədlər kursudur. Hansı ki, bunu mən sizə həm nəzəri, həm də praktik bilgilərlə təqdim edəcəm. Bu proqramın 7 modulu var. Gəlin tanış olaq. 1. Sağlam sərhədlər və onun əhəmiyyəti. 2. modul sərhədlərin pozulmasının nəticələri. 3. modul özünü tanıma və sərhəd müəyyən etmə. 4. modul sərhədlərin müəyyən edilməsində effektiv ünsiyyət. 5. modul yox demək və günahkarlıq hissini aşmaq. 6. modul sərhədlərə hörmət etmək və qorumaq. 7. modul sağlam münasibətlərdə sərhədlər. Sərhədlər mövzusunda seans etdiyim xanımlardan, tələbələrimdən, ətrafımda olan insanlardan həddindən artıq şikayətlər gəlirdi mənə. Mən baxırdım ki, insanlar hətta sərhədlərin nə olduğunu belə bilmirlər. Buna görə də özlərindən həddindən artıq verirlər. Başqalarını daha çox önəmsəyərək öz dəyərlərini, öz ehtiyaclarını aşağı görürlər. Beləliklə də bu onların həyatında daha çox stres yaradır, öz istəklərini həyata keçirməklərinə əngəl yaradır, münasibətləri pisləşir, işdə daha çox problem yaşamış olurlar, şəxsi həyatlarında balansları pozulur. Bütün bunların hər birinin onların həyatının da nizamına çox təsir olur. Elə bunları nəzərə alaraqdan bu təlimi formalaşdırıb ortaya qoydum ki, kimlər ki bu problemlərdən əziyyət çəkirlər, həyatlarında hər şey nizamsız haldadır və istədikləri kimi yaşam sürə bilmirlər, bu təlimdə olan bilgilərdən yararlanaraq düzgün sərhəd qoymağı və həyatlarını nizamlı hala salmağı öyrənsinlər. Mən sizə modulların adlarını dedim. İstəyirəm hər modulda nələr olacaq, qısa olaraq sizə məlumat verim. Birinci modulumuz sağlam sərhədlər və onun əhəmiyyətidir. Bu modulda siz sərhədlərin nə olduğu, onların əhəmiyyəti və fərqli sərhəd növləri haqqında öyrənəcəksiniz. Hər birimiz həyatımızın müxtəlif sahələrində sərhəd qoymağı mütləq öyrənməliyik. Əgər bunu öyrənməsək, dediyim bütün problemlər də zamanla daha da çox olacaq və siz bunları aşmaqda çətinlik çəkəndə özünüzü bitmiş, tükənmiş hiss edəcəksiniz. Bəzən başqalarını günahlandıracaqsınız, bəzən özünüzü yetərsiz hiss edəcəksiniz. Bu isə təbii ki, heç də xoş olmayacaq. İkinci modulumuz sərhədlərin pozulmasının nəticələridir. Bax, bu dediklərim hər biri zamanla sizdə baş verə bilər. Bu modulda sərhədlərin pozulmasının emosional və fiziki təsirlərindən bəhs edəcəyik. Sərhəd pozuntularının həyatımızda necə mənfi təsir etdiyini araşdıracaq və bunları aradan qaldırmaq üçün yollar tutacaq. Üçüncü modulumuz özünü tanıma və sərhəd müəyyən etmə. Bu modulda öz dəyərlərimizi və ehtiyaclarımızı tanımaqla sərhədləri necə müəyyən edəcəyimizi öyrənəcəyik. Hər birimiz zamanla özündə bu sualı verməliyik. Mənim nəyə ehtiyacım var, mən nə istəyirəm, mənim üçün nələr önəmlidir? Öz ehtiyaclarımızı və prioritetlərimizi anlamadan sərhəd qoymaq mümkün deyil. Bu modulda da biz bunu daha yaxşı öyrənmiş olacağıq. Dördüncü modulumuz sərhədlərin müəyyən edilməsində effektiv ünsiyyət. Bu modulda sərhədləri başqalarına düzgün şəkildə çatdırmağı öyrənəcəyik. Biz deyə bilərik ki, hə, mən sərhəd qurdum, bitdi. Heç kəs mənim sərhədimi pozmayacaq. Amma sənin sərhədinin nə olduğunu sən ünsiyyət vasitəsilə başqalarına çatdıra bilərsiniz.
başqalarına çatdıra bilərsən. Əgər düzgün ünsiyyət qurmayanda, biz də sərhədimizi düzgün qarşımızdakını ifadə edə bilməyəndə, sərhəd qoymağımızın da heç bir faydası olmayacaq. Effektiv ünsiyyət strategiyaları ilə sərhədlərinizi gücləndirmək mümkündür. Bu modulda da bunları öyrənmiş olacaqsınız. 5-ci modulumuz yox demək və günahkarlıq hissini aşmaq. Təəssüflər olsun ki, bir çoxumuz qarşı tərəfi incitməmək üçün, onların gözündə özümüzü pis durumda görməmək üçün, bəzən onların sevgisini itirməmək üçün yox deməkdə çətinlik çəkirik. Yox demək hər kəs üçün çətin ola bilər, amma bunu etmək mümkündür. Bu modulda yox deməyin vacibliyindən və bunu necə etməli olduğumuzdan danışacaq və qarşı tərəfi incitmədən, qarşı tərəfə düzgün şəkildə necə yox deyə bilərik, onları öyrənəcəyik. Yox demək bizim əslində özümüzə verdiyimiz dəyərdir. Biz başqalarına yox deyə bilməyəndə özümüzə yox deyirik. Bu modulda daha ətraflı biz bu haqda danışacağıq. 6-cı modulda sərhədlərə hörmət etmək və qorumaq. Bu modulda başqalarına sərhədlərimizi necə izah edib, onların bu sərhədlərə hörmət etməyini təyin edəcək. Başqalarına sərhədlərimizi göstərmək, onlardan hörməti tələb etmək əslində normal bir şeydir. Biz bunu bəzən etməkdə çətinlik çəkirik. Burada isə, bu modulda isə bunu necə düzgün şəkildə edə bilərik, öyrənəcəyik. Sərhədlərin necə qorunacağı haqqında danışaraq, bunu həyatımıza tətbiq edərək, hörməti də özümüzdə formalaşdırmağı bacarmış olacaq. 7-ci modulumuz ən vacib modul sağlam münasibətlərdə sərhədlər moduludur. Sağlam münasibətlər üçün sərhədlər çox vacibdir. Bu modulda münasibətlərdə sərhədlərin rolunu və onların qorunmasının vacibliyini öyrənəcək. Bu mövzu ilə münasibətlərdə daha güclü və dayanıqlı sərhədlər yaratmağı öyrənəcək. Düzgün, sağlam sərhədlər olan münasibətlər də daha sağlam və daha davamlı olacaq. Bu modulda da biz həm nəzəri olaraq müəyyən bilgilər əldə edəcəyik və praktik çalışmalarla öyrəndiklərimizi öz münasibətlərimizə tətbiq edəcəyik. Beləliklə də həm sağlam sərhəd qurmuş olacaq, həm sağlam münasibət qurmuş olacaq. İnsanın münasibəti onun həyatına çox təsir edir və biz düzgün münasibət qurmağı bacaranda həyatdan da daha məmnun olmuş olacaq. Ümumi götürsək, bu 7 modulda biz lazım olan hər bir şeyi nizamla, ardıcıl olaraq öyrənib həyatımıza tətbiq etsək, çox gözəl nəticələr əldə edə bilərik. İndi modullarla tanış oldunuz. Sizə çox vacib bir sualım. Hazırsınız bu suala? Bu 7 modulu dinlədiniz. Burada nələrdən danışacağımızı dinlədiniz. Bəs siz özünüzdə əgər bu dediyim problemlər var idisə də, sərhədlər qoymaqda çətinlik çəkirdinizsə də, bu sizin həyatınızda çox mənfi təsir edirsə də, bugün burada təlimə qoşulmağa, sağlam sərhədlər formalaşdırmağa hazırsınızmı? Yoxsa yenə qurban modunda, yoxsa yenə özünü yazıq modunda görəcəksiniz? Təlimə qoşulmağa, sağlam sərhədlər formalaşdırmağa hazırsınız? Sualıma cavabınız nə olar? Bu vacib suala nə cavab verərsiniz? Mən inanıram ki, kim ki öz həyatını yaxşılaşdırmaq istəyir, bununla bağlı mütləq lazım olan addımı atacaq. Əsas məsələ də bu addımı vaxtında atmaqdır. Əgər vaxtında atmasanız, sonra bu sizin üçün daha da çətin olur. Necə ki, bir xəstəliyimiz olanda, biz onun vaxtında müalicəsini edəndə sağalmağımız asan olur. Amma o xəstəliyin vaxtında fərqində olmasın. Vaxtında onu müalicə etməsək, o daha da ağırlaşa bilər, hətta bizim məhvimizə də gətirib çıxara bilər. Özünüzü məhv etməyin. Özünüzə sağlam sərhədlər quraraq həyatınızı yaxşılaşdırın və sağlamlaşdırın. Bu 7 modullu kurs təlimlə sağlam sərhədlərinizi müəyyən etməyi və onları effektiv şəkildə qorumaq bacarıqlarını inkişaf etdirəcəksiniz. Mənimlə bu yolda olun və sərhədlərinizi gücləndirin.
Hər birinizə indidən uğurlar arzulayıram. İnanıram ki, siz bu addımı özünüz üçün atıb, həyatınız üçün gözəl bir yol çizmiş olacaqsınız. Sizi indidən təbrik etmək istəyirəm. Bu addımı özünüzə atmağa layiq gördüyünüz üçün. Çox gözəl bir kurs təlim marafon sizləri gözləyir. Birlikdə təlimi alaq, həyatımıza tətbiq edək. Arzu etdiyiniz o gözəl yaşam durumunu özümüz üçün qurmuşdur. Mən sizi gözləyəcəm. Qeydiyyatdan keçin, təlimi özünüz üçün alın və yola başlayın. Mən də sizinlə bu yolda yol yoldaşınız. Sevgiler.